Bu və digər xəbərləri iqtisadiyyat buraxılışından dərhal sonra təqdim edəcək. İndi isə vaxt Economics-indir. Axşamınız xeyir Rasim. Hər vaxtınız xeyir olsun Neyman. Sizdə hansı xəbərlər var? Nəhayət ki, uzun sürə fasilələrdən sonra dünya bazarlarında neftin qiyməti eyni zamanda Azərbaycan nefti bahalaşıb. Bu və digər xəbərlərlə az sonra. Buyurun. Beləliklə efirdə Economics-dir. Asiya İnkişaf Bankı 2015-2017-ci illər üzrə Azərbaycanda əməliyyatlar üzrə plan hazırlayıb. Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Oleg Nurionov bankın 2014-cü il üzrə fəaliyyətinə əsr olmuş mətbuat konferansında belə deyib. Bildirib ki, 2014-cü ildə Azərbaycan hökuməti Asiya İnkişaf Bankı ilə 231 milyon dollar dəyərində müqavilələr imzalayıb, prioritet istiqamətlər, nəqliyyat, enerji və şəhərlərin kommunikasiya xidmətlərinin təmin olunması təşkil edib. Gələn il üçün nəzərdə tutulan biznes plan artıq hökumətə təqdim edilib. Doğrudur, sənəd hələlik təsdiq olunmayıb. Lakin keçən ilə nəzərən deyə bilərəm ki, bankın 4-cü layihəsi nəqliyyat sektoruna ayrılacaq vəsait 75 milyon dollar səviyyəsində olacaq. Eyni zamanda kommunikasiya, infrastruktur layihələri ilə bərabər alternativ enerji istehsalı sahəsi də prioritet kimi fəaliyyətimizdə xüsusi yer tutacaq. Sosial xidmət sahələrində çalışanların əmək haqqları artırıla bilər. Bu barədə jurnalistlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müsümov məlumat verib. Bildirib ki, bu məsələ ilə bağlı hökumətə müraciət olunacaq. Nazir əlavə edib ki, son 20 ildə ölkədə əhalinin sayı 26% artaraq 9,5 milyon ötüb. Artım tempinə görə Azərbaycan artıq Avropada ən yaxşı göstəriciyə malikdir. Son 10 ildə müqayisə eləsək 2003-cü ilə 2013-cü ilin statistik göstəricilərini ölkədə nikahların sayı demək olar ki 80%-ə qədər artıb həmin illər ərzində. Doğulan uşaqların sayı 52% artıb və keçən il 172.671 nəfər uşaq doğulub. Bu ilin 11 ayının göstəricisi də bu tendensiyanın davam edəcəyini göstərir və eyni zamanda müəyyən qədər əhalinin yaşlanması prosesləri də artıq başlayıb. Bu, yaşam şəraitinin yaxşılaşması səbəbindən son 10 il ərzində orta ömür müddətinin 4 il yarımdan çox artması nəticəsində mümkün olub. Şahdəniz 2 layihəsi dünyanın ən rentabelli enerji layihəsidir. Goldman Sachs'ın 2015-ci il üçün neft və qaz layihələri ilə bağlı hesabatında belə deyilir. Qurumun apardığı təhlillərə görə dünya üzrə enerji daşıyıcıları ilə bağlı layihələrin ümumi dəyəri 1 trilyon dollar təşkil edir. Lakin tədqiqatlar nəticəsində məlum olub ki, neftin qiymətinin 70 dollar civarında olduğu halda həmin layihələrin yalnız 1/3 rentabelli ola bilər. Şahdəniz 2 bu layihələr sırasında öndədir. Ukraynanın yaxın aylarda gözlənilən defolt qaçılmazdır. Bunu Beynəlxalq Reyting Agentliyi olan Standard & Poor's bəyan edib. Agentlik ölkənin kredit reytingini 3C mənfiyədək, proqnoz reytingini isə stabildən negativədək aşağı salıb. Bu isə o anlama gəlir ki, ölkənin iqtisadi vəziyyəti daha da pisləşə bilər. Standard & Poor's'un proqnozlarına görə belə göstəricilərlə vəziyyətin düzəldilməsi şansı minimuma bərabərdir. Neft tezliklə bağlaşacaq. Səudi Ərəbistanın energetika naziri Əli Ən-Nəimi belə bəyanatla çıxış edib. Bazarlarda neftin kəskin şəkildə aşağı düşməsinin qismən OPEC üzvü olmayan ölkələrin bir-biri ilə qarşılıqlı əməkdaşlıq aparılmaması səbəbindən baş verirdi. Eyni zamanda bazar spekulyantları haqqında informasiyalar da yanlış fikirlər formalaşmasına rəvac verdi. Lakin əminəm ki, yaxın vaxt ərzində bazar yenidən öz əvvəlki vəziyyətini bərpa edəcək və qiymətlər yuxarı qalxmağa doğru hərəkətə başlayacaq. Nazirin bu çıxışı dünya bazarlarında müəyyən dinamika yaradıb. Hazırda Amerikanın New York əmtəyi birjasında əraca çıxarılan light markalı qara qızılın bir bareli 56 dollar 84 sentə satılır. Yəni, bu markadan olan neft 0,6% bahalaşıb. London birjasındakı Brent nefti isə 3,3% bahalaşaraq 62 dollara təklif olunur. Əsas fond indeksləri də yüksəliblər. Amerikanın qiymətli kağızlar bazarında bu artım daha çox müşahidə olunur. Yaponiya birjalarında da biraz əvvəl qeydə alınan eniş tendensiyası artıq müsbətə doğru dəyişib. Avropanın səhm bazarı da yaşıl zonada qərarlaşıb. Qiymətli metallı bazarında da dinamika müsbətdir. Qızıl dəyərini artırıb, onun bir unsiyası 1197 dollara təklif olunur. Gümüş indi 16 dollara satılır. Digər metallar da artım ediblər.
Bu arada vahid valyuta dəyərini artırmağa başlayıb. İndi avro dollar 1.22.61'dir. Dollar yen 120, funt sterling dollar isə 1.56.16 etibarlı olunur. Nəhayət, Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənələr isə belədir. Dollar 78 qəpik yarımdır, avro 96 qəpikdir, Rusiya rublu 1,35 qəpik, Türk lirəsi isə 34 qəpiyə yaxındır. Hörmətli tamaşaçılar, sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə 497-61-57 nömrəli qaynar xəttimizə də zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara iReporter proqramını yükləməklə qarşılaşdığınız hər hadisəni Lizer televiziyasına göndərə bilərsiniz. Mehman Ekonomik sayılan vaxt bu qədər. Buyur, söz yenidən sənədir.